Bugün Milli Musiqi günüdür. 18 sentyabr 1885-ci ildə müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyli və görkəmli bəstəkar Müslüm Maqamayevin doğum günüdür. Artıq 20 ildən çoxdur ki, bugün ölkəmizdə tək musiqi sevərlərin deyil, eyni zamanda bütün xalqımızın musiqi bayramı kimi qeyd olunur. Üzeyir Hacıbəyli 1899-1904-cü illərdə Qori müəllimlər seminariyasında təhsil alıb. Burada o, qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olur. Skripka və baritonda çalmağı öyrənir. Həmçinin xalq mahnı nümunələrini nota köçürür. Məhz Qori seminariyasında Üzeyir bəy gələcəkdə Azərbaycan opera musiqisində mühüm rol oynayacaq Müslüm Maqamayev ilə tanış olur. Bədii yaradıcılığa publisistika ilə başlayan Üzeyir bəy Kaspi, Həyat, İrşad qəzetlərində məqalələr, həmçinin Molla Nəsrəddin jurnalında oradan-buradan, o yan, bu yan və digər başlıqlar altında məqalə, felyeton və satirik miniatürlər dərc etdirib. Axtarıb tapdım səni, axtarıb tapdım səni, sən də mi sevdin yar məni? Dahi bəstəkar 1908-ci ildə Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulan Leyli və Məcnun operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman şərqində opera sənətinin əsasını qoyub. Millətdə musiqili səhnə əsərlərdən maraq oyatmaq məqsədi ilə Azərbaycan dilində milli opera yaratmaqda Üzeyir bəyə qardaşları Zülfiqar və Ceyhun Hacıbəyli, həmçinin seminariya dostları, o dövrün maarifçi ziyalıları, incəsənət xadimləri və yazıçılar, Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Əbdürrəhim bəy Haqverdiyev və başqaları yaxından iştirak ediblər. Üzeyir Hacıbəyli Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Onun Ər və Arvad, O olmasın, bu olsun, Arşın Malalan kimi əsərlərində o dövrün məişəti, xalq adət və ənənələri öz əksini tapır. İlk tamaşası 1910-cu ildə qoyulan Ər və Arvad musiqili komediyası Azərbaycanda musiqili komediya janrının ilk nümunəsidir. 1937-ci ildə Azərbaycan opera və balet teatrında Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri Koroğlu operası ilk dəfə tamaşaya qoyuldu. Azərbaycanda ilk klassik opera hesab olunan bu əsərdə Üzeyir bəy klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri və recitativlər yaratmağa nail olub. Bu əsərə görə dahi bəstəkar Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən Üzeyir bəy 300-dən çox xalq mahnısını nota salıb. Həmçinin marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərini yazıb yaradıb. Üzeyir bəy Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyətinin eyni zamanda Azərbaycan Respublikasının dövlət himnlərinin musiqisinin müəllifidir. 18 sentyabr 1885-ci ildə doğulan digər görkəmli bəstəkar Müslüm Maqamayev Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri hesab olunur. Müslüm Maqamayev skripka və qaboyda mükəmməl ifa edirdi. 20-ci əsrin əvvəllərində Azərbaycan opera truppasında fəaliyyət göstərən bəstəkar Üzeyir bəyin Leyli və Məcnun, Əsli və Kərəm, Şeyx Sənan operalarına, həmçinin O olmasın, bu olsun, Arşın Malalan musiqili komediyalarına dirijorluq edib. Görkəmli bəstəkarın Nərgiz operası Azərbaycan musiqisində Avropa üslubunda ilk opera hesab olunur. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabr tarixinin Milli Musiqi günü kimi qeyd olunması qərara alınıb.